Britaniya aksentimi yoxsa Amerikan aksentimi? Bunlardan hansı daha doğrudur? Təbii ki də məntiqi olaraq düşündüyümüzdə deyərik ki, Britaniya aksenti əsildir, xalq oradan çıxıb, ingilislərin hamısının kökü oradandır və məntiq olaraq düşündükdə də, tarixə baxdıqda da Britaniya aksenti. Amma işlər tam o qədər də dəqiq deyil. Gəlin keçək tarixi hissəyə. 1600-cü illərdə Britaniyalılar Amerikaya, indiki ağdərili olan Amerikalılar oradakı yaşayırlar. Onlar Britaniyadan Amerikaya köçəndə o vaxtın aksentini özləri ilə, yəni ləhcəsini özləri ilə ora apardılar. Və bu zaman keçdikcə aradan qalxmadı. Yəni çox kiçik fərqliliklər ola bilərsə də, amma Britaniyalılar qədər aksentdə dəyişikliklər baş vermədi. Bu isə 1700-cü illərin axırlarında bunlar Britaniyalılar artıq aksentlərini dəyişməyə və daha elit görsənmək üçün R hərfini udmağa başladılar, aradan qaldırmağa başladılar. Misal üçün burn yox, burn, born yox, born, car yox, car deyə səsləndirməyə başladılar. Hər şeyi R-ləri məxsus olaraq udmağa, yəni aradan qaldırmağa və yaxud da ki, yumşaltmaq da deyə bilərik ki, yumşaltmağa başladılar. Və beləliklə də bu istər BBC-də, istər Oxfordda, universitetlərdə, hər yerdə, mediada, televiziyada, hər şeydə bu artıq öz yerini tapmağa başladı. İnsanlar özlərini daha elit hiss eləməkləri üçün, daha elit formada danışdıqlarını göstərmək üçün bu taktikaya əl atdılar. Burada da təbii ki də o zamanın ən məşhur, ən lüks sayılan fransız xalqı bu mövzuda da paydan yan keçməyib. Təbii ki də ingilislər özlərini onlara o elegantlıqda, o üstünlükdə onlara oxşatmaqla bu fikrə, bu məntiqə gəlib çatdılar. Bəs sual bundan ibarətdir. Hansı daha düzdür? Təbii ki də hər ikisi də. Follow for more.